bəzən görürsən ki, uşaq sudurqa keçirir. Sudurqa keçirdiyi üçün də biz nə ediriksə bilirsinizmi? Alıb tez dilini çıxartmaya çalışırıq. Sudurqa keçirmə dilin boğaza qaçması deyil. Boyun əzələlərin spazmıdır. Biz dili çıxardaraq dişlərin arasında qalar, dil qopa bilər, zədələnə bilər. 2. Ən təhlükəlisi dişlər qopub hava yoluna qaçar, uşağın boğulmasına səbəb ola bilər. Bunlar tamamilə səhv tətbiqlərdir. Bunları etmirik. Bu durumda nə edirik? Uşağı bir güvənli ortama alırıq, başını yan çeviririk. Balaca uşaqsa tam yan vəziyyətə çeviririk. Biraz bəlkə anlıq üz üstə çevirə bilərik ki, qusuruqlar ciyərinə qaçmasın və ən əsası təcili yardım çağırırıq. Ya da yaxında xəstəxana varsa ora çatdırırıq. Çünki sizin evdə elədiyiniz səhv tətbiqlər ya da sudurqa müddətinin uzalması bəzən görürsən ki, beynin zədələnməsinə səbəb ola bilir. Ona görə ən yaxşısı, ən doğrusu bir professionala müraciət etmək qısa zamanda vaxt itirmədən.